Mən fahişələrə gedib ödəniş eləyirdim. Amma fahişə, yəni heç bir cinsi əlaqə falan olmur. Qanuni işləyirlər fahişələr. Məsələn, Frankfurtda daha sərbəst idi. Buradakı kimi deyil, yəni. Sadəcə ödəniş edirdim, mən onu dinləyirdim. Deyirdim ki, mənə travmalarımı danış. Mənə sənə gələn xəstələrin travmalarını danış. O da bir psixiatrdır. Kimisə müalicə edir, həqiqətən elədi. Elə şeylər danışırdı ki, mən belə direkt tüklərim biz oldu. Deyirdim, belə şeylər, oydu azad. Ondan sonra getdim bomujlara falan. Sonra bir gün qayıtdım ki, yaxşı, bu falçılar nə söhbətdir də, bu həqiqətən var. Çünki bir dənə teori var idi orada. O teorini istəsə sonra açıqlayıram. Birinci falçılara keçək. Falçılara getdim, falçıları gəzməyə bir. Orada bir dənə sizə bir bəsit misal deyim. Bir dənə Ərəstun var. Düzdür? Siz də mənim dostumsunuz. Mən deyirəm ki, Ərəstun 2 il əvvəl mənə bir şey dedi. 2 il sonra oldu. Düzdür. Hoca mən sizin şuur altınıza yeritdim ki, Ərəstun nə deyirsə düz çıxır. Tamam mı? Siz həvəslə Ərəstun yanına belə gedirsiniz, pulu götürürsünüz. Ərəstun da qəbul 500 manatdır.